Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 35.000 manat verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Əşyalı, yola yaxın, trasdan düz qapısının ağzına qədər asfalt. Nə istəyirsiniz? Baxın, asfalta baxın. Çox göstərmirəm ki, tanıyacaqlar. Gəlib tapacaqlar evin yerini, nəxədir. Bax, geniş belə bir həyətimiz. Qazı, suyu, işığı, hamısı var. Gir yaşa evdir. Al ver kvartirant. Ayda 350-400 manata rahat verəcəksən bu evi. Həqiqətən də verəcəksən. Yerləşmə yeri. Harda? Hökməli Qov yolunda. Megastordan qabağa biraz gəlirsən, svetofor var. Svetofora yaxındır. Dəqiqliklə yerini demirəm. Bilin. Kombisinə qədər var evin. Kombisinə qədər. Mərkəzi kanalizasiyası. Əsas nədir? Həyətin qapısına, ağzına qədər asfaltdır. Baxın, asfalt. Evin içində sizə göstərirəm. Bax, girdik, solda belə bir mətbəximiz var. Kuxna mebeli evin içində qalacaq. Kuxna mebeli evin içində qalacaq. Bir dənə elektron əşyalar götürüləcək. Burada da geniş belə bir zalımız var. Buradan bir dənə bu stol götürüləcək. 35.000 verirsən, əşyalı 48.000, əşyasız 46.000 manat. Baxın, burada da var belə bir geniş yataq otağımız var. Bu yataq otağında nə görürsünüzsə qalır. Burada bir dənə balaca ayı tapmışam sizin üçün. Onu sizə hədiyyə verəcəm. Yəni bu yataq otağında nə görürsünüzsə qalacaq, heç nə götürülməyəcək. Qiymət yenə dediyim kimi əla bir qiymətdir. Burada hamam samuzelimizdir. Tam remontludur. Yəni real alıcılara inşallah endirim olacaq. Nəqd qiymətdə də endirim olacaq. Belə yəni ilkin ödənişdə də yəni ola bilər ki, cüzi biraz endirim olsun. Əlinizdə biraz 35.000 yoxdur. Məsələn biraz aşağı varsa, yəni düzüb qoşmaq olur, problem deyil. Kimlər də ev satmaq istəyirsə dostlar müraciət eləyə bilər. Sağ olun.